olmağıma bir addım qalır. Vüqar müəllimə də buradan salamlar olsun. Buyurun.
Valla ne diyesen, həqiqətən ne diyesen. Rəhman gel seni bir öpüm kardeşim. Yani Vallahi Rəhman, süper, deyir süper. sözün bittiği yer var ha. Öz aramızda bugün qarmon ifaçıları arasında Rəhmanın başka bir yolu var. Rəhmanın başka bir cığırı var, başka bir şirinliği var. Pakizə xanım bunu bilər də, musiqiçidir. Adam dayana bilmir, yəni əhvalım o qədər körlandı ki, yaxşı mənada elə bildim ki, mən ifa edirəm onu. Allah səni var eləsin. Çox, Allah yəni, sənin o Nihat mən bunu balan səni- toy qismət eləsin. Çox sağ ol qardaşım. Mən bunu deməliyəm ki, bu, yəni biz unutmamalıyıq. Bu, Allah rəhmət eləsin, qən-qən rəhmət eləsin Qədir Rüstəmova. Yəni Qədir Rüstəmovun ifasında xalqımız sevir. Bax, bu mahnını da qarmon ifaçıları inciməsinlər. Birinci Rəhman başladı, indi Allah razı gedin olsun. ifa eləyə bilənlər ifa eləsin. Yəni sağ ol. bunu həqiqətən bizim verilişimizdə ötən proqramlarımızın birində Bəli, bəli, Rəhman həmişə eləmişdi. Mən olmayan verişlərdə deyim sən. Həyatı sağ ol. rəqsini də tək elədin, sonra ibadətlə çox maraqlı bir duet elədin, ondan sonra Bəli. o cür duetlər düşdü bütün musiqiçilərin dilinə. Yəni bu danılmaz bir həqiqətdir, bu gördüyünüz işdir sizin. İş, Çox sağ ol, iş görürsünüz, nə ilənsə danışmaqla, nə bilim, artıq əksi hərəkətlərlə, yox,